11-13-cü əsrlərə aid möhtəşəm Pir Hüseyn xanəgahı qədim Bakı-Salyan ticarət kərvan yolunun 127-ci kilometrliyində, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində Pirsaat su anbarı yaxınlığında yerləşir. Xanəgahın tarixi böyük sufi şeyxi, alim və filosof Hüseyn Şirvani ilə bağlıdır. Burada sərdabə, məscid, minarə, qala divarları, karvansara, türbə, hücrələr və qədim qəbirstanlıq mövcuddur. Pir Hüseyn türbəsinin daxili divarları və otaqların içərisindəki qəbir sanduqəsi bənzərsiz kaşı bəzəkləri ilə örtülüdür. Daş kitabələrdən məlum olur ki, minarənin inşası 1256-cı ildə Şirvanşah II Əxsanı zamanı başlayıb və 1296-cı ildə onun oğlu Gəçdəf tərəfindən tamamlanıb. Xanəgahın dünyada tanınmasına, eləcə daha da məşhur olmasına isə onun kaşı bəzəkləri olub. Keçən əsrin əvvəlində Tiflisdə Qafqazşünaslıq İnstitutunun elmi katibi olan erməni Stepan Avestiyan tədqiqatlar aparmaq məqsədi ilə xanəgahda olmuş və o burada bu yerləşən kaşıları görmüşdür. Və onda çox bir, belə deyək də, çirkin bir, mənfur bir fikir formalaşdırmışdır ki, bu kaşıları buradan uğurlayıb məhv eləmək. O təkrarən, deməli, 1907-ci ildə xanəgaha gəlmiş və bu kaşları buradan uğurlayaraq Avropa muzeylərinə satışa çıxarmışdır. Rus şərqşünas alimi Vera Kratskovskaya öz yazılarında qeyd eləmişdir ki, Stepan Ter Avestiyan xanəgaha gələndən sonra kaşların sonraki taliyi məlum olmamışdır. Bəzi mənbələrə görə Stepan Avetisyan uğurladığı kaşların satışını fransız dəllal Madame Dufansiyo ilə birlikdə təşkil edib. Hazırda bu qiymətli sənət nümunələrinin böyük bir hissəsi Louvre Muzeyi, Sankt-Peterburqdakı Ermitaj Muzeyi, Moskva Şərq Xalqları Mədəniyyəti Muzeyi və Tiflis Dövlət Muzeyində saxlanılır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi isə bu tarixi irsin geri qaytarılması üçün müxtəlif tədbirlər görməkdədir. Qoruğun direktoru onu da əlavə etdi ki, erməni quldurları tərəfindən xanəgaha ən böyük dağıdıcı zərbə 1918-ci il mart soyqırımında vurulub. Həmin soyqırım vaxtı Pir Hüseyn xanəgahında da ermənilər kütləvi dağıntılar törətmişlər. O vaxtı onlar xanəgaha aid olan müxtəlif yazıları və daş kitabələri dağıdaraq bəzilərini məhv eləyib, bəzilərini isə uğurlayıb aparmışlar. Tarixi mənbələrə görə hətta 1957-ci ildə erməni mühəndisinin layihəsi əsasında Pirsaat su anbarında iş görülən zaman bənd yarılıb. Sel hər tərəfi yuyub aparsa da Pir Hüseyn xanəgahı sel sulardan zərərsiz ötüşüb. Yalnız müstəqillik dövründə 2005-ci ildə xanəgahda əsaslı təmir bərpa işlərinə başlanılıb. Qeyd eləyək ki, 67 hektar sahəsi olan Pir Hüseyn xanəgahı əsaslı təmir edildikdən sonra 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix memarlıq qoruğu elan edilib.